Siz qaynatmaqla gəlmişsiniz, maşın qaynadıb, gəl mühərriki sökək sıfırdan yağa. Mən ümumiyyətlə məsələyə səthi yanaşmıram. Bura gəlmisənsə hər şeyi kökündən həll eləməlisən. Motorunuz qaynadıb, biz motoru söküb qoymalıyıq yerə və sizdən bu qədər pul almalıyıq. Bir dənə şlanqa görə gəlmişdim, amma görün mənə motor yığdırırlar. Problem tapılıb və problem həll olunub, avtomobil də təhvil veriləcək. 15-20 ildir bu üçüncü maşını qarşılaşmışam. Bizə nə var ya qardaş, servisə eləməlidir ki, efirə şikayət gəlməsin. Bütün hadisə iştirakçılarını bura dəvət eləmişəm ki, bərabər danışaq. Həm Marat bəylə, həm servis müdiri Asif bəylə, həm də ustamız eyni zamanda özü qeyd eləsin ki, ümumiyyətlə necə olub və niyə bu sürücü belə demək olarsa get-gələ düşüb. Sürücü və avtomobil bura necə və nə adına yaxınlaşıb. Sürücü bura yaxınlaşan zaman yəni qaynatmış vəziyyətdə gəldi, mühərrik qaynatmış tam olaraq. Gəldiyi baxdıq ki, şlanq cırılmışdı. Su sistemində olan, şlanqın ən altda olan şlanq cırılmış və mühərrik bu formada sürülmüşdü. Dedik bunun bir səbəbi var, səbəbini araşdırmaq üçün mühərriki söktük. Və burada biz qalovkanın və blokun əyilməyini gördük. Hər ikisi təmir olundu. Təmin olunub yığılandan sonra gördük ki, radiator su sistemində axlacleniya, yəni soyutma getmir. Radiatorun tutulduğunu gördük. Radiator təzədən dəyişdik, yenə eyni problem olduğu kimi qalırdı. Və maşın 100-ə qədər, 100 sürətinə qədər heç bir problem yaratmır. Artıq 140-150 sürüləndə eyni problemi yaradır, suyu qaytarırdı. Təzədən bir də söktük, baxdıq, gördük heç bir şey, gördüyümüz işdə heç bir problem yoxdur. Yığdıq təzədən, termostat pompanı yoxladıq. Yəni bir nəticə əldə edə bilmədik. Maşın yenə də yüksək sürətdə sürüləndə suyu qaytarırdı. Təzədən söktük, söktüyümüzdə burada gilizin çatlaması ilə qarşılaşdıq. Yəni düzdür, onu biz ustalar, motorist onu heç vaxt mühərriki üstünə yoxlaya bilmir. Bizim çıxış variantımız olmadığına görə biz onu yoxladıq bir formada. Hal-hazırda da gözlə görülür. Yəni onu təzyiqlə hava verəndə həmən blokun içində yəni çat var, gilizdə çat var. İnşallah təmir olunub yoluna qoyulacaq. Yəni bu artıq onun son mərhələsidir ki, blokda çat var. Bəli. Amma blokda çat mərhələsinə qədər, indi mən elə onu istəyirəm. Yaranmasında bir səbəbi var. Onun yaranmasında səbəbi mühərrik daima qızaraq işləyib. Mühərrikdə soyutma düzgün olmayıb. Ona görə də o problemi yaradır. Yəni bu hallarda məsələn bu nümunə üzərindən sürücülər deyə bilər ki, və yaxud bəlkə də sürücü özü düşünə bilər ki, hə mən bir dənə qaynatmaya görə getmişəm, bir dənə şlanqa görə gəlmişdim, amma görün mənə motor yığdırırlar kimi. İndi bu mərhələ olub deyə bu hissəyə gəlib çıxıb. Ona görə həm də Asif bəy də təbii ki, servis müdiri olaraq məsələnin içindədir. O da desin, Marat bəy isə həm də Asmotors adından, çünki biz efirdə bu məsələni danışanda da əslində normalda bir negativ var ortada. Biz bunu efirdə də danışında dedik ki, əlbəttə nəticə odur ki, bizə lazımdır ki, problem həll olunsun. Bu bəli. Yəni mühərrik müştəri bizə yaxınlaşan vaxt qaynatma ilə yaxınlaşmışdı. Heç bir usta heç vaxt müştəriyə deyə bilməz ki, gəl sən mühərriki sıfırdan yığaq. Bunu mən dediyim halda yəni hər bir müştəri avtomatik fikirləşir ki, usta özünə iş çıxardır. Ona görə də biz ilk növbədə qalovkanı çıxartdıq. Mən müştəriyə desəydim, gəl mühərriki çıxardaq, giliz vıraq. Müştəri inan ki, yəni söyüb gedərsə buradan. Yəni bu düzgün. Bax məsələ budur da. İndi biz Asif bəylə onu danışırıq. Asif bəy servis müdiri olaraq mən də anlayıram ki, bəli, bunu müştəriyə desən, düşünər ki, məndən pul, bəlkə də desəydiniz heç burada maşını saxlamayıb, çıxıb efirə yazacaq ki, mənə motor yığdırırlar. Amma bunu necə eləyək ki, o necə deyərlər, nə şiş yansın, nə kebab. Yəni sürücü də indi biz onu bugün danışdırsaq, sürücü deyəcək ki, qardaş, mən səninlə pul söhbət eləməmişəm ki, demişəm ki, maşınımı düzəlt ver, sən də mənə verirsən, gedirəm təzədən 2 gün sonra qayıdıb gəlirəm. Bax, bunun o orta xəttini tutmaq var, necə eləyək? Raqif bəy, burada hər iki tərəfdə haqlı və haqsız tərəflər var. İndi biz buna dərinə getməyə məncə ehtiyac yoxdur. Müştəridir gəlib bura, Sadiq usta qeyd elədiyi kimi şlanq problemindən və qaynatmış şəkildə maşın gəlib bura. Hətta radiator açanda belə sadəcə buğ çıxırdı, orada su yox idi. Biz ilkin etapda bəxt deyilən kimi, biz hardasa müştəriyə desək ki, müəllim, sizin motorunuz qaynadıb, biz motoru söküb qoymalıyıq yerə və sizdən bu qədər pul almalıyıq. Bu sadəcə düzgün deyildi. Heç bir müştəri də buna razı ola bilməz. Biz adətən minimumdan başlayırıq ki, yəni minimum ola bilər ki, bu olsun və başlayırıq etap-etap bu işləri görməyə. Və bizim düşünürəm ki, biz müştəriyə ziyan vurmamaq şərtindən. Adam gedib, biz düzəltmişik, gedib, yolda qalıb, təkrar evakuator olub. Hətta biz servis olaraq evakuatorun pulunu da özümüz ödəmişik ki, qardaş, bu sizə heç bir maneçilik yoxdur, biz ödəyirik. Sizə zərər olmasın. Də biz Sadiq usta dediyi kimi radiator belə tamamilə tutulmuşdu, dəyişdirdik radiatoru. İkinci dəfə gördük ki, yenə qaynadı. Dedim, bir dənə təzə radiator alın. Təzə radiatoru aldıq, qoyduq belə. O proses yenə oldu, üçüncü dəfədə. Məcburiyyətdən biz bugünkü günü bunu tam açmışıq və faktiki də görsənir ki, qalovkada çart var. Biz onu da müştəriyə dinən çəkmişik, videosunda atmışıq, göstərmişik. Müştəri də sağ olsun.
başa düşən insandır. Başa düşür ki, yəni doğrudan da bu sıxıntılar var. Biz çalışırıq onu aradan qaldıraq və ona ziyan vurmadan və o da inanıram ki, bizə ziyan vurmadan bu şeyləri aradan qaldırmamızı problem yaşamaq yəni. Yəni biz məsələn əvvəlcədən müştəriyə bu ehtimallar var, ən pisi budur, bu ola bilər. Çünki bəzən yenə də deyirəm, bilirəm ki, sürücünün reaksiyaları fərqli ola bilər. Heç ola bilər ki, o da oradan da çıxıb yesə, amma biz heç olmasa bax bu ehtimal da var ha, bunu nəzərə alın deyəndə biraz özümüzü sığortalayırıq ki, qardaşım mən sənə demişdim də bloka qədər bu gəlib çıxa bilər. Amma indi çıxmaya da bilər. Bu da var. O məsələ Mən mühərrik sökən zaman müştəri burada idi. Mən dedim ki, gözləyin, mən söküm, tam gözünüzlə görərsiniz. Əyliyi zadı hər şeyi gördü. Və mən orada bir şey dedim ki, sizdə nə vaxtı mühərrik yığılıb, giliz vurulmayıb. Yəni bunu gilizlərin istenkası çox nazik divarları. Dedi, bəli, bilirəm dedi, yığdırmışam dedi, giliz vurulmadı. Və ondan düzdür, biraz şübhə qaldı ki, məndə nəsə burada düzgün yoxdur, yəni düzgün bir şey yoxdur, yəni gilizdə nəsə problem ola bilər. İlk gündən dedim ki, yəni gilizdə problem ola bilərsə, ancaq çubuğun blok olduğuna görə bu milyonda bir qarşılaşan bir şeydir. Yəni, hər dəfə baş verən bir alüminium blok olsaydı, əlbəttə ki, yəni onu çıxardıb təmirə göndərəcəkdim. Çubuğun blokda bu çubuğun blok çatlaya bilmir. Yəni, ən püf nöqtəsi də budur ki, yəni çubuğun blokdur. Ona görə də yəni biz o işin ən dərinə getmədik, üstdən yoxladıq, görək nədir. hə, bu məsələ də bizim üçün efirdə açılıb. Ona görə də Marat bəy də burdadır. Çünki məsələ efirə çıxanda artıq efirdə bizim işimiz rahatdır bu baxımdan. Deyirik ki, bizə nə var ya qardaş, servisə eləməlidir ki, efirə şikayət gəlməsin. Çünki bizim yanaşmamız həmişə belə olur. Bütün buradakı o çətinliklərə, ustanın əziyyətinə, servisin əziyyətinə baxmayaraq onu çünki dinləyici görmür. Dinləyici qulaq asır orada 1 dəqiqəlik, 2 dəqiqəlik bir səsə, deyir, ha, görsən, bu servis problemlidir. Amma sonradan gəlib bunun üzərində məsələni araşdıranda görsən ki, servis oradan da ya əlindən gələni eləyib, ya da ki, burada bir ortaq məxrəcə gələ bilməyib. Bu proses ümumiyyətlə belə getməli idi. Müştəri yaxınlaşıb, belə deyim də, qaynatma problemi ilə patrubka deşilib, patrubkanı dəyişib yola salmışıq adamı, okey. Lap sonda əsas problemin blok problemi olduğu aşkarlanıb, blokun çartlaması. Bu da mində 1 milyonda bir ehtimaldır. İndi siz təsəvvür edin ki, qaynatma problemi ilə bağlı biz müştəriyə bildiririk ki, gəlin sizin mühərriki sökək, bir bloka da baxaq və bunun müəyyən bir xərci var. Okay? Xərc də ödənilir, amma blokdan heç bir problem çıxmır. O zaman müştəri nə düşünür? Müştəri düşünür ki, servis mənim üçün iş artırır ki, pul qazansın. Bu o zaman ola bilər ki, artıq biz son anda sonuncu paraşüt nədir? Blok. Onda söküb baxa bilirik və nəticədə nə olur? Bəli, müştəri belə deyim də haqlı formada bir neçə dəfə gedib gəlməli olur. Biz bəzən düşünürük ki, mən bir dəfə gedirəmsə servisə, orada problem həll olunub bitməlidir. Eyni insan bədəni də belədir. Mən şikayət etmişəm stomatoloqa dişlə bağlı. 2 gündən sonra mənim problem çıxıb beyinlə bağlı. Mən deyə bilmərəm axı ki, bu vaxta qədər mənim beynimdə problem olmayıb. Mən indi niyə gedib beyindən check-up olunmalıyam? Yəni belə bir şeylər çıxır. Yox, əgər avtomobil ümumilikdə mühərrik hissəsi diaqnostikaya gəlsəydi və bunun üçün pul ödənsəydi, biz xidmət haqqı qarşılığında bəli, bütün mühərriki təmir edərdik və yaxud da bütün mühərrikin vəziyyətinə baxardıq. Həmin vaxtda blokda olan chartı görməsəydik, bəli, bu artıq bizim qeyri-peşəkarlığımızdır. Yəni burada nəticədə nədir əsas məsələ? Problem tapılıb və problem həll olunub, avtomobil də təhvil veriləcək. İndi Sadiq usta, siz bundan sonra bu problemlə gələn hamıya deyirsiniz ki, bloka qədər gedə bilər, yoxsa yox? Mümkün yoxdur. Siz necə, mən yenə deyirəm bir usta ki, mən heç bir müştəriyə deyə bilmərəm ki, siz qaynatmaqla gəlmisiniz, maşın qaynadıb, gəl mühərriki sökək sıfırdan yağa. Bu heç bir müştəriyə deyiləsi bir sözdür. Amma qaynatmanın müəyyən sonradan çıxa bilən fəsadları ki var da, bunu sürücü, çünki elə sürücü var ki, məsələn mən deyə bilərəm ki, qardaş, mənim vaxtım qızıldı, mən bir dəfə gəlirəm. Bunu bir həftə saxlayırsan, nə qədər saxlayırsan saxla, mənə maşını bir dəfə təhvil ver. Bəs o adamlar nə etsin? Belə bir şey deyim də mən sizə. Yəni həqiqətən də bu hər belə ayda bir ya ildə bir dəfə qarşılanan bir şey deyil. 15-20 ildə 3-cü maşındır. Yəni özü çubuğun blok heç heç qarşılaşmamışam, birinci dəfədir. O birlər alüminium blok olub, çatlama olub. Yəni ona görə müştəri demək düzgün çıxmıraq ki, gəl mühərriki sıfırdan yığaq. Bu blokun çatlaması o hadisəyə görədir, yoxsa bu əvvəlki nələrsə? Bu blokun çatlamasının əsas səbəbi radiatorun zabit olması, tutulması. Soyutmanın düzgün getməsi sistemində. Və mühərrik bu formada söyləyib. Bəli, mühərrik də bu formada söyləyib. Orada tədricən aşınıb o blok. Tədricən aşınıb və ondan qabaq mühərrik yığılan vaxt gilizlərdə aşınma olub yeyilmə. O vaxt giliz vurulmadığına görə üstünə bu problemlə gələndən sonra artıq bu yaranıb bizdə. İndi Asım müəllim, nəticə olaraq sizdən soruşmaq istəyirəm ki, müştərinin
yəni müştəriyə aydın siz jest eləmisiniz, evakuator falan o öz yerində. Çünki müştəri məmnuniyyəti sizə də lazımdır, bizə də lazımdır, hər bir şey. Amma müştəri həm də öz reallığında burada nəyə itirib, nəyə qazanacaq? Yəni onun xərc baxımından artıq əlavə xərcləri nə olacaq burada? Valla burada belə deyim də, bu günə qədər çəkilən xərclər var. Bu günə qədər çəkilən xərclər biz tərəfdən haqlı olaraq müəyyən şeylərdə dəyişilir. Patrubkadır və digər başqa şeylərdir, qalovkanın yonulması falanı. Bu təbii ki, bu qızmış motor üçün bu olmalıdır təbii. Normal xərclərdir. Yəni biz də əlimizdən gələn bir şey eləyirik ki, bugünkü günü Sadiq Usta da deyir ki, məsələn bu problem də çıxıbsa ortaya, məsəl üçün də biz bunu 200 manata eləyiriksə adətən sizə bir müəyyən bir faiz endirim eləyəcək ki, sizə də çox yük olmasın, bir sıxıntı olmasın. Deyək ki, hardasa bir ehtiyat hissəsi gedəcəksə, hardasa bir sıxıntı, maya dəyərinə biz bunu eləyəcək ki, başa düşürəm, müştəri də düşünmüyor ki, bu qədər bunun rasxodu çıxsın. Biz istəmərik ki, onda müəyyən qədər əlavə xərcləri çıxsın. Biz sadəcə əlimizdən gələni eləyəcək ki, müştəri bizdən məmnun olsun. Və buradan da mən həmin müştəriyə öz minnətdarımı bildirirəm ki, səbrinə görə, dözümünə görə ki, həqiqətən sağ olsun. Adam başa düşür ki, bu mövcud bir şeydir, dəmirdir da. Yəni Marat bəy deyən kimi insana olur, hər şey baxsam, dişimə görə başım ağrıyır. Bu həmin eyni şeydir. Yəni sadəcə əlimizdən gələni eləyəcək ki, inşallah ki, hər şey iki tərəfdə razılıq olsun. İnşallah. Bəli, bu da ustanın dediyi kimi nadir hadisələrdən biri olduğuna görə həm biz dedik göstərək, həm də bu kimi hallarda, yəni o müştəri məmnuniyyəti və yaxud servis və usta neynəsin? Çünki həmişə illər 13 ildir biz masterclass verilişində bu mövzulara tez-tez rast gəlirik də. Görürsən ki, usta deyir ki, mən onu desəydim, o elə bilərdi ki, pula görə eləyirəm. Və yaxud usta əksinə deyir ki, yox, bizə nə var, mən prinsipiyalam, mən məsələni kökləri eləyəcəm. Mən ümumiyyətlə məsələyə səthi yanaşmıram. Bura gəlmisənsə, hər şeyi kökündən həll eləməlisən. Bax, bu ikisinin ortasını tutmaq lazımdır. İndi şərhlərdə bilirəm ki, hər tərəfli yanaşanlar olacaq. Amma ortada bir fakt var, hər tərəfin də fikrini eşidib, bu kimi hallarda eyni zamanda yəni bu kimi halların olduğunu bilək. Əsas olan budur. Mən də göstərmək istədim budur ki, bu kimi halların olduğunu bilək. İndi inşallah maşında artıq da hər şey məlumdur, düzələr. Sonra da həmin sürücü necə fikirləşir, sərbəstdir, bizə nəticəni yazar, özü də efirə yazacaq hər halda. Sadiq Usta, biz blokun çartlamasını kadrlarda göstərə bilərik. Hə, göstərək, bu da bizim üçün bir belə səssiz kadr olaraq artıq görənlər görsün. Sadəcə yəni doğrudan da bu işin qızıl ortası yoxdur. Həmişə biz görürük ki, belə danışanda sənə başqa cür baxırlar. Yəni sanki sən deyirsən ki, mən müştərini düşünürəm, çalışıram ki, ona xərcə salmayım, amma usta da var ki, deyir ki, yox qardaş, mən əvvəl-axır bu ola bilər. Ona görə də mən özümü sığortalamaq üçün deyirəm ki, bunlar hamısı həll olunmalıdır. Ona da artıq başqa cür baxırlar ki, pulgir, bahacıl və s. Bax, məsələ budur.